Oktyabrın 10-u günün birinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında ara bir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Globalinfo.az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal edilir. Fövqəladə Hallar Nazirliyi də bəzi ərazilərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir, Milli Hidrometeorologiya Xidmətinin xəbərinə görə, oktyabrın 10-unda ölkə ərazisində bəzi yerlərdə ara bir güclü külək əsəcəyi proqnozlaşdırılır. Bunu nəzərə alaraq, Nazirlik müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək vaxtı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət olunmalıdır. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir.